Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz danışacağıq Azərbaycana Monqolların birinci yürüşündən. Başlayaq, birinci yürüş barədə danışmamışdan əvvəl Azərbaycandakı siyasi vəziyyətə baxaq. Azərbaycanda bu dövrdə siyasi vəziyyət necədir? Belə ki, Azərbaycanda bu dövrdə vahid dövlət yoxdur və hər hansısa bir Monqolların yürüşünə müqavimət göstərə biləcək bir siyasi və yaxud orduya malik güclü bir ölkədə yox. Bu dövrdə Azərbaycanda mövcud olan dövlətlər Atabəylər dövləti, Marağada hakim olan Axsunqurilər sülaləsi və Şirvanda hakim olan Şirvanşahlar dövləti. Şirvanşahlar dövlətinin hökmdarı Qüştaş, Atabəylər dövlətində hökmdar Özbək və hər ikisi də dövrünün, belə deyək ki, ən zəif hökmdarlarıdır. Monqolların birinci yürüşü 1220-ci ildə başlayır. Monqolların birinci yürüşünün səciyyəvi cəhəti, yəni özünə xas xüsusiyyəti ondan ibarət idi ki, bu yürüş kəşfiyyat xarakteri daşıyırdı. Hücuma Cəbə və Subutay başçılıq edir, hücum kəşfiyyat xarakteri daşıyır və ilk öncə 1220-ci ildə Zəncan, Səraf və Ərdəbil şəhərlərinin qarət olunması ilə Monqolların Azərbaycana daxil olması başladı. Monqollar bu üç şəhəri tutduqdan sonra Təbrizə doğru irəliləyirlər. Təbriz Atabəylər dövlətinin mülküdür və Atabey Özbək şəhəri ciddi müqavimətə hazırlaya bilmir və buna görə Monqollara barış şərtləri irəli sürür və Monqollar tərəfindən də bu qəbul olunur. Çünki Monqollar Təbriz şəhərinin güclü qala divarlarına malik olduğunu görmüş və bu şəhərin tutulmasının Monqollara baha başa gələcəyini düşünmüşlər. Və buna görə də Atabey Özbəyin barışıq şərtini qəbul edirlər. Sadəcə xərac almaq yolu ilə Təbrizə əl vurmadan geri qayıdırlar və irəliləyirlər Muğan şəhərinə. Muğana çatdıqları zaman bir xəbər gəlir. Atabəylər dövləti ilə Gürcüstan arasında bir ittifaqın yaranmasından söhbət gedirdi. Atabəy hökmdarı Özbəklə Gürcüstan hökmdarı 4-cü Georgi arasında bir ittifaqın yaranması Monqollar üçün ciddi bir nəticələrə səbəb ola bilərdi və buna görə Cəbə və Subutay istiqamətini birbaşa dəyişərək Gürcüstana axın edirlər. Və Gürcüstana olan axın nəticəsində 4-cü Georgi Atabey Özbəyə qoşulmamış öz ölkəsindəcə məğlub olunur, Gürcüstan talan olunur və ardı ilə Monqollar Gürcüstandan geri çəkilərək yenidən 1221-ci ilin yazında Təbrizə doğru irəliləyirlər. Bu səfər Təbriz şəhərinin müdafiəsinə şəhər hakimi olan Şəmsəddin Tuğrai çıxmışdı. Şəhər yenə güclü müqavimətə hazır idi və Monqollar yenə də Şəmsəddin Tuğrainin əhalidən yığdığı xəracla kifayətlənərək şəhərə toxunmurlar. Ardı ilə Marağa şəhərini irəliləyən Monqol qoşunları Marağada çox ciddi bir müqavimətə rast gəlirlər və bu ciddi müqavimətin nəticəsi Marağalılar üçün ağır olur. Şəhər qarət olunur, şəhərdə qətl qarətlər törədilir. Ardı ilə yenidən Sərab və daha sonra isə Ərdəbil şəhərində Monqollar daxil olurlar. Ərdəbil şəhəri Monqolların iki böyük hücumunu dəf etməyə nail olur. Lakin Ərdəbillərin məğlub olmasının əsas səbəbi onlara heç bir Azərbaycan dövlətindən və yaxud yaxın şəhərlərdən kömək gəlməməsidir. Və buna görə də Ərdəbil şəhəri 1221-in artıq payızına doğru Monqollar tərəfindən ələ keçirilir və Yaqub Əl-Həməvinin verdiyi məlumata görə burada olan bütün kişi əhali qılıncdan keçirilir. Ardı ilə Monqol qoşunları 1221-in payızlarında Beyləqan şəhərini irəliləyirlər. Burada da güclü müqavimətlə razılaşsalar da şəhəri ələ keçirib talan edirlər. Daha sonra Cəbə və Subutay Gəncəyə yaxınlaşsa da Gəncə şəhərinin güclü müqavimətə hazırlaşdığını görürlər və qala divarlarının Təbrizdəki kimi möhkəm olması Monqolların sadəcə Gəncəlilərdən xərac olaraq geri dönməsinə şərait yaradır. Gəncəlilərdən xərac aldıqdan sonra Monqollar yürüş istiqamətini Şirvana doğru dəyişir və Şirvanın mərkəzi Şamaxı şəhərinə doğru irəliləyirlər. Şamaxı şəhəri mühasirəyə alınır və Şamaxı şəhəri ciddi müqavimət göstərsə də yenə də Şamaxılıların müqavimətinə baxmayaraq şəhər tutularaq qarət olunur. Şamaxı şəhəri tutulan zaman bu dövrün tarixçilərindən olan İbn Əl-Əsir məlumat verir ki, xalq arasında belə deyək, ifadələr işlənirdi ki, artıq qılınca sarılmaq zamanıdır, artıq öləcəksə şərəfimizlə ölək, qılınca sarılaraq son anda döyüşərək. Və Şamaxı şəhəri sonuna qədər müqavimət göstərsə də Monqollar tərəfindən ələ keçirilir.
1222-ci ilin yazına doğru gəldiyimizdə Cəbə və Subutay hiylə işlədirlər və Şirvanşah hökmdarına məktub göndərərək barışıq bağlamaq istədiklərini irəli sürürlər və Şirvanşah hökmdarından elçi istəyirlər. Şirvanşah hökmdarı öz 10 ən yaxşı elçisini ora Monqolların hərbi qərargahına göndərir, lakin Cəbə və Subutay onlardan 9-unu öldürür, birini isə həyatda saxlayaraq onlara gizli yolla Dərbənd şəhərindən yaxınlığından, Dərbənd keçidindən onları keçirməsini istəyir və həmən elçilər qorxudan Monqolları, Cəbə və Subutayın qoşunlarını gizli yollarla Dərbənd keçidindən keçirərək onların şimala doğru istiqamətlənməsinə və Azərbaycanı tərk etməsinə nail olur. Beləliklə, Azərbaycana Monqolların birinci yürüşü həqiqətən uğurla nəticələnir və Azərbaycan şəhərləri talan olunur. Azərbaycanın irriqasiya sistemləri, Azərbaycan mədəniyyəti, Azərbaycan şəhərləri çox zəifləyir, dövlətlər zəifləyir və gələcək işğallar üçün, Azərbaycanın gələcəkdə Monqollar tərəfindən işğal üçün konkret olaraq bir şərait yaranır. Davam edək Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü ilə. Elə bunun ardı ilə 1225-ci ildə ölkəsiz qalan Xarəzmşah Cəlaləddin Azərbaycana yürüşə gəlir. İlk öncə Marağa şəhərini tutur. Marağa şəhərini tutandan sonra burada bir sıra bərpa işləri gördürür. Məqsədi xalqı öz tərəfinə çəkməkdən ibarət idi. Marağa şəhərində bərpa işləri gördükdən sonra isə 1225-də Təbrizə daxil olur. Atabəy Özbək bu zaman Naxçıvana, Əlincə qalasına qaçır. Daha sonra isə orada öldürülür və beləliklə 1225-ci ildə Xarəzmşah Cəlaləddin tərəfindən Azərbaycan Atabəylər dövlətinin varlığına son qoyulur. Cənubi Azərbaycan ələ keçirildikdən sonra isə 1227-ci ildə Axsunqurilərin varlığına Xarəzmşah Cəlaləddin son qoyur. Daha sonra Şirvanşahı da özündən asılı vəziyyətə salan Xarəzmşah Cəlaləddin 1227-ci ildə Şirvanşahdan hər il göndərəcəyi xərac qarşılığında onun daxili müstəqilliyini saxlamasına icazə verir. Beləliklə 1225 Atabəylərin varlığına son qoyuldu, 1227 Axsunqurilərin varlığına, 1227-də Şirvanşahlar dövləti Xarəzmşah Cəlaləddin tərəfindən asılı vəziyyətə salındı. Diqqətli olun, Monqolların yürüşü nəticəsində Atabəylər süqut eləməyib və yaxud Axsunqurilər. Xarəzmşah Cəlaləddin buna yetdi. Unutmayaq. Davam edək. Danışmağa davam edək mövzumuzu. Xarəzmşah Cəlaləddin öz iqamətgahı olaraq Gəncə şəhərini seçmiş və Şərəf Əl-Mülki isə öz vəziri olaraq Azərbaycanın idarəsini ona tapşırmışdı. Lakin Şərəf Əl-Mülkün dövründə Azərbaycanda qeyri-qanuni yollarla bir sıra vergilər yığılır və bu vergi siyasətindən narazı olan xalq Xoy, Mərənd, Naxçıvan şəhərlərində böyük üsyanlar qaldırır və bu üsyanların ən böyük zirvəsi yenə də Gəncə şəhərində olur. 1231-ci ildə Gəncə şəhərində Usta Bəndərin başçılığı ilə böyük bir üsyan qalxır. Bu üsyanı Xarəzmşah Cəlaləddin zor yolu ilə amansız nəticəsində birtəhər bastıra bilir. Üsyanlar bastırılsa belə, daha sonra 1231-ci ildə Monqolların ikinci yürüşü başlayan zaman artıq Xarəzmşah Cəlaləddinin Azərbaycanda və yaxud da digər qonşu ölkələrdə heç bir tərəfdaşı qalmamışdı. Çünki o dövr İbn Əl-Əsrin verdiyi məlumatlara görə Xarəzmşah Cəlaləddin çəkilməz bir hökmdar olmuşdu. Hətta qoşun göndərmədiyi bir yaxınlıqdakı dövlət qalmamışdı. Bütün hər kəslə müharibə vəziyyətində olmuş və işğal etdiyi Azərbaycanda belə sevilməmişdi və çox ədalətsiz və qəddar biri olduğuna görə də Azərbaycandan qaçmış. 1231-də Monqolların yürüş zamanı və mənbələrdə verilən məlumata görə Kürdistan adlı bir yerdə, yəni bugünkü Diyarbəkir şəhərləri ətrafında bir dağlıq zonada bir Kürd, belə deyək ki, qulduru tərəfindən adi bir tacir kimi qulaqlanaraq öldürülmüşdür. Bununla da Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü başı çatır və 1231-ci ildə biz Monqolların artıq Azərbaycana ikinci yürüşü barədə danışmağa başlayırıq. Monqollar ikinci yürüş zamanı ilk öncə Təbriz, Marağa şəhərlərini ələ keçirir. Daha sonra bütün Cənubi Azərbaycanı və Şimali Azərbaycanı ələ keçirirlər. 1235 Gəncə şəhəri çox ciddi müqavimət göstərməsinə baxmayaraq Monqollar tərəfindən ələ keçirilir. Diqqətli olaq, ikinci yürüşdə Gəncə şəhəri çox ciddi müqavimət göstərmişdi. Ancaq bu müqavimətinə baxmayaraq şəhər Monqollar tərəfindən tutulmuş.
o vəziyyətdə dağıdılmışdı ki, 4 il bu şəhərə heç kəs əl vurmur. 1235-39-cu il aralığında Gəncə şəhəri sadəcə xarabalıqdan ibarət olur. Və ardı ilə Monqollar 1239-da Dərbənd şəhərinin tutulması ilə birlikdə bütün Azərbaycanın işğalını başa çatdırırlar və beləliklə Azərbaycana Monqolların ikinci yürüşü artıq konkret olaraq işğal məqsədi daşıyırdı. Yürüş 1231-39-cu illəri əhatə elədi. Yürüşə başçılıq edən Zormoğon Noyan idi. Zormoğon Noyanın apardığı işğalçı yürüş uğurla nəticələnir. Bütün Azərbaycan 8 il ərzində Ali Monqol xaqanlığına tabe edilir. Birinci yürüş kəşfiyyat xarakterli olmuş, sadəcə Monqollar gəlib çıxıb getmiş. İkinci yürüş nəticəsində isə Azərbaycan Ali Monqol xaqanlığına tabe edilmişdir. Ali Monqol xaqanlığına tabe edildikdən sonra Azərbaycanı yerli feodallar məcburi şəkildə Monqol hökmdarlarına və Monqol feodallarına xərac, hədiyyələr göndərir və bundan başqa yeni bir Monqolistanda hökmdar taç belə deyək ki, taxanda, yəni taxta çıxan zaman Monqolistana getməli, özləri ilə hədiyyələr aparmalı idilər və hər yeni hökmdar taxta gəldikdə mütləq yerli feodalların hər birinə yarlıq adlanan icazə kağızları paylamalı idi ki, onlar həqiqətən öz mülklərinin sahibi kimi bizim yerli feodallar fəaliyyətlərini göstərə bilsinlər. Bu dövrdə Azərbaycanın idarəsini Ali Monqol xaqanlığı canişinlər vasitəsilə idarə edirdi və Azərbaycana canişin Ali Monqol xaqanlığı dövründə Arqun ağa təyin olunmuşdu böyük Monqol hökmdarı tərəfindən. Arqun ağanın Azərbaycana olduğu dövrdə, canişin olduğu dövrdə yeganə siyasətinin əsas məqsədi bundan ibarət idi ki, yerli feodalları, yəni Azərbaycan feodallarını köçəri Monqol feodallarından nə bahasına olursa olsun asılı vəziyyətdə saxlamaq. Arqun ağa haqqında siz bircə bir şey bilirsiniz, nədir? Azərbaycan feodallarını, yəni yerli feodalları köçəri Monqol əyanlarından asılı vəziyyətə salmaq Arqun ağanın siyasətinin əsasını təşkil edirdi. Bununla da biz Monqolların Azərbaycana ikinci yürüşünü də yekunlaşdırdıq və ardı ilə davam edirik biz Monqolların Azərbaycana üçüncü yürüşü ilə. Monqolların Azərbaycana üçüncü yürüşünə başladan isə olmuşdur Hülakü xan. Başlayaq Hülakü xan haqqında danışmağa. Hülakü xan kimdir, nəçidir? Belə ki, Hülakü xan böyük Monqol xanı, Ali Monqol xanı, Münki xanın qardaşı olubdur və 1256-cı ildə o Azərbaycana üçüncü yürüşə gəlir. 1256-cı ildə Azərbaycana Monqolların üçüncü yürüş etməkdə məqsədi nədən ibarət edir ki? Azərbaycan zaten Ali Monqol xaqanlığının tabeliyində idi. Üçüncü yürüşün əsas məqsədi tabe olmayan feodalları tabe etmək və həmçinin yeni ərazilər ələ keçirməkdən ibarət edir. Deməli, 3-cü Monqol yürüşünün əsas məqsədi yerli feodallar, tabe olmayan yerli feodalları tabe etmək və həmçinin yeni ərazilərə keçirmək. 3-cü yürüşün başçısı kimdir? Münki xanın qardaşı Hülakü xan. Hülakü xanın başçılığı ilə Monqollar 1256-cı ildə 3-cü yürüşə başlayırlar və elə 1256-cı ilin sonlarına yaxın bütün Azərbaycan Dərbənd daxil olmaqla yenə böyük Monqol dövlətinin ərazisinə daxil olunur və Monqollar 3-cü yürüşlər zamanı Azərbaycana həmçinin 1258-də hardasa buralarda bir yerdə yerləşir, biraz daha aşağıda cənubda Bağdad şəhərini ələ keçirirlər. Abbasi xilafətinin mərkəzi olan Bağdad şəhərinin işğal olunması ilə birlikdə belə deyək ki, Abbasi xilafətinin, Ərəb xilafətinin varlığına Monqollar tərəfindən son qoyulur. Və beləliklə yeni bir 5-ci Monqol ulusu Hülakülər dövləti 1258-ci ildə tam şəkildə formalaşır və beləliklə Azərbaycana Monqolların 3-cü yürüşü nəticəsində Azərbaycan yenidən Monqollara tabe olunur və Hülakünün başçılığı ilə Dərbənddən İran körfəzinə qədər olan geniş bir ərazidə 5-ci Monqol ulusu yaradılır. Ümumiləşdirəsi olsaq, Monqolların Azərbaycana yürüşlərinin nəticəsi nədən ibarət oldu? Azərbaycan şəhər mədəniyyəti tənəzzülə uğradı. İslam məscidləri, belə deyək, İslam mədəniyyətinə aid günbəsi tikililər dağıdıldı. Yenə bütpərəstxanalar tikildi, ilk vaxtlardan söhbət edilirsə. Bundan başqa əkin sahələri, suvarma kanalları, irriqasiya sistemləri deyiləndə yenə süni suvarma şəbəkələri nəzərdə tutulur. Bunlar sıradan çıxarıldı və bunların yerinə geniş otlaq sahələri yaradıldı. Monqollar bildiyimiz kimi köçəri tayfalardır
və köçəri maldar tayfalardırlar. Və onlara geniş otlaq sahələri lazımdır ki, özlərinin atlarını, qoyunlarını, ilxılarını onlar vasitəsilə otarsınlar və onlar Azərbaycan əkinçilik mədəniyyətlərini tam şəkildə məhv edirlər. Və beləliklə bu Monqolların Azərbaycana üç yürüşü ümumilikdə Azərbaycanın şəhər həyatına, Azərbaycanın mədəniyyətinə, Azərbaycanın təsərrüfat həyatına çox böyük, ciddi ziyan vurur. Beləliklə biz Azərbaycana Monqolların yürüşləri və Xarəzm Şah Cəlaləddinin yürüşləri barədə danışdıq. Ümid edirəm ki, sizin üçün də faydalı oldu. Gələn mövzu izahatımızda ilə görüşənə qədər sağ olun, salamat qalın.